Əvvəllər azyaşlıların istifadə etdiyi skuterləri indi hər kəs idarə edir. Xüsusən də elektroskuterlərə maraq artıb. Artıq əyləncə üçün yox, mənzil başına çatmaq üçün elektroskuterlərdən istifadə edənlər var. Nə kimi üstünlükləri var? Təhlükəsizlik baxımından mütəxəssislər nə düşünür? Əməkdaşımız bu barədə süjet hazırlayıb, izləyək. Kompakt və yüngüldür. Bir dəfə enerji doldurmaqla 20 kilometr yol qət etmək mümkündür. Tıxaclarda da vaxt itirmirsən. Elə bütün bu səbəblərə görə də elektroskuterlərə maraq getdikcə artmaqdadır. Bu elektroskuterların sürəti də az deyil, 25 km/saatdan 65 km/saata qədər yüksələ bilir. Bulvar arasında daha çox bunlara rast gəlir, vətəndaşlar icarəyə götürərək skuterlardan istifadə edirlər. Amma paytaxt ərazisində, yollarında da elektroskuterlara rast gəlmək mümkündür. Artıq alternativ nəqliyyat vasitəsi kimi bəzi vətəndaşlar mənzil başına çatmaq üçün bu elektroskuterlardan istifadə edirlər. Yollarda nəqliyyat vasitələrinin sırasına skuterlər də əlavə olunub. Avropa ölkələrində, həmçinin Türkiyə, Rusiya və Gürcüstanda isə bu dəb daha geniş yayılıb. Ekspertlər elektroskuterlərin ekoloji cəhətdən səmərəli olduğunu deyir. Lakin yollarda elə də təhlükəsiz hesab olunmur. Yol şəraitimiz elədir ki, nə moped sürücüləri üçün, nə velosiped sürücüləri üçün, eyni zamanda bu skuter sürücüləri üçün də ayrıca bir zolaq yaratmaq hələ ki mümkün deyil. Gələcəkdə əgər belə bir plan həyata keçərsə, velosiped zolaqları yaradılarsa, o zaman skuter sürücülərinin də həmin zolaqlarda hərəkəti qanunla tənzimlənməlidir. Bu cür nəqliyyat vasitəsi yük avtomobillərinin, iri həcmli minik avtomobillərinin arasında itib batır və onların qəfil manevrləri faciə ilə nəticələnə bilər. Bəli, artıq qəzalar da baş verir. Türkiyə və Rusiyada isə skuterlə yol nəqliyyat hadisəsi zamanı ölüm faktları da qeydə alınıb. Belə halların ölkəmizdə də yaşanmaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir. Qeyd olunur ki, skuter idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunmaması heç kəsi məsuliyyətdən azad etmir. Yol hərəkəti haqqında qanuna görə onların da vəzifələri var. Qanundan öncə isə vətəndaş şəxsi məsuliyyətini dərk etməlidir ki, özünün və başqalarının həyatını təhlükəyə atmasın. Heydər Məmmədov, Yunis Əhmədli, Tural Qasımov, ATV Xəbər.